Bəndən, dəyərli bəndən, 2 iş sən gör, 2 dənə işi sən gör. Sənə mən yardımcı olacam arxayın. Sənin yanındayım arxayın. Amma ikisini sən eləməlisən. O yan, bu yanı yoxdur. Özü sənin yanında necə varam? Bütün qüdrətimlə, bütün mələklərimlə sənin yanındayım. Sözə bax ona. Allah bir yerdə oldu, məğlubdur. Heç vaxt. Bütün qüdrətimlə yanındayım. Allahın bütün qüdrəti üstünədir. Lillahi cunudus semavati vel ard. Yerin göyün qoşunları onundur. Sən də onunsan. Mən də onunam. Yerdə olan gezən o qarışqa da onundur. Onun qoşunudur. Balaca həşaratlar da onun qoşunudur. O Nəmrudu necə yıxdı Allah? Bir dənə nəsə daxil oldu qulağından bir həşarat, ha? Nə ağca qanadı idi, nə idi? Beynin xarab elədi, öldürdü onu. Beynin xarab elədi, öldü, yıxıldı, qaldırdı. O boyda hegemon Nəmrud. Çırpıldı, qaldırdı. Lillahi cunudus semavati vel ard. Yerin göyün qoşunu mənimdir. Sən 2 iş gör yanındayam. Nə ya Rəbbəl aləm, qalu Rabbunallah. Bir budur, dinən Rəbbim Allah qutardı getdi. Və sonra summa istəqam. Axıra qədər bu kəlmədə dayan. Oyan biyan eləmə. Dözümün axır həddinə gəl çat. Tam həddə ki gəldin çatdın, daha dözülməz həddə gəldin çatdın, oyan bu yanı yoxdur, Allah deyib, bütün qüdrətimlə yanındayam. Bütün qüdrətimlə. Daha hər yerdən qapı bağlandı, sən bütün maksimum gücünü qoydun ortaya. Bütün bağlanmış qapıları açmaq mənim işimdir, sən narahat olma. Necə ki Yusuf açdım qapıları. 7 dənə bağlı qapını mən necə açdım? Həmən Allah mən deyiləm. Sən Yusuf ol, mən həmən Allaham. Sən bəndə ol, mən həmən Allaham. Mən şəxslərlə iş görmürəm ki, mən xüsusiyyətlərlə iş görürəm. Həmən xasiyyət, xüsusiyyət səndə olsun, həmən Allah mənəm.